Səbuh müəllim, çox maraqlıdır ki, bax Ramiz Mehdiyevin adamları, hansı ki əllərindən tutub, vəzifə verib, sərvət, dövlət, şöhrət sahibi olublar. İndi o adamlar o qədər hündürdən danışırlar, o qədər belə o dalovlu Oğru necə danışırlar. bağırdı məsələsi də. Hə. Elə danışırlar ki, adam matmayətəl qalır və özünə şübhələnir ki, deyəsən mənəm, Ramiz Mehdiyevin adamı. Bizdən başqa şey. Bizi. Hə, çox maraqlı Yaşayış bir şey. tərzindən görünür elə. Aha. Bax bu dəyişikliklərin dediniz ki, iyun ayına qədər xeyli dəyişikliklər hələ məmurlar gedəcək. Nə qədər məmur dediniz? Xeyli 300-dən çox. 300-dən çox hətta. Bax bu əhalinin güzəranına təsiri nə qədər olacaq? Nə qədər olmaz. Siz sistem belə olsa tutsa, hansısa başçı, icra başçısı bizə ki 5 il işləyir, 5 ildən sonra çıxır, başqası gəlir və o təftiş olunur. Belə bir sistemə artıq keçilir məncə. Lap nazir olsun. Bilir ki 5 il işləyir ya 10 il işləyir, çıxandan sonra hər şeyi təftiş elə sağ ikən. Da qocalıb əldən düşəndə yox. Bu bilirlər ki, dövlət hər şeyi bilir. Sadəcə dövlətin düşündüyü zamanla, hədəf götürdüyü zamanla sıravi insanların düşündüyü olmur.